İşləmə dua etmək beynin strukturunu fiziki olaraq müsbətə doğru dəyişə bilər. Araşdırmalar göstərib ki, müntəzəm dua və digər mənəvi praktikalar edən insanların beyində diqqət, özünü idarə və şuurluğa cavabdeh olan prefrontal korteks daha aktiv işləyir. Hətta bəzi hallarda bu bölgədə boz maddənin sıxlığının artdığı müşahidə olunub. Araşdırmalar göstərib ki, meditasiya beynin strukturunda real dəyişikliklər yarada bilir. Eyni zamanda beynin qorxu, stres və təşvişlə əlaqəli hissəsinin fəaliyyəti azalır. Şuurlu meditasiya proqramlarından sonra insanlarda narahatlıq səviyyəsi aşağı düşür və emosional reaksiyalar daha sabit olur. Dərin dua zamanı diqqət, empatiya və həyatın mənası ilə bağlı bölgələrə qan axını artır. Stres və qorxu ilə bağlı sahələrin fəaliyyəti isə zəifləyir. Alimlərin neuroplastiklik adlandırdığı proses sayəsində beyin zamanla öz sinir bağlantılarını yenidən qurur. Yəni insan davamlı olaraq sakitlik, fokus və daxili balans praktikaları etdikcə beyin bu vəziyyətə uyğun şəkildə yenidən proqramlanır. Başqa sözlə, dua və meditasiya sadəcə mənəvi his deyil, onların beyində ölçülə bilən real fizioloji təsirləri var. Məhz buna görə də alimlər hesab edir ki, bu praktikalar stresi azaltmağa, emosiyaları idarə etməyə və insanın psixikasını daha dayanıqlı hala gətirməyə kömək edə bilər. Odur ki, dua edin və özünüzdən müğayət olun.